Salam aleyküm, değerli Hak Sesi TV1 izləyicilərimiz. Bu günlərim bir ananın, yəni demək olar ki, müraciət əsasında gəlmişik Ağcabədi rayon dəmir yolunun yaxınlığındakı binada yerləşir. Yəni həyətyanı sahədir bu. Rəhmətli həyat yoldaşlarımız qalıbdır bu yerdə. Değerli izləyicilərimiz, indi keçərik içəri. Ananın vəziyyəti ilə bağlı çəkiliş edir. Değerli izləyicilərimiz, Süleyman müəllim də öz fikrini desin. Yəqin ki, onun da bir müraciəti var. Mən də bir Hak TV müavini olaraq Orxan müəllimi. O evi yəqin ki, indi bu efirə gedəcəkdir. Yəqin ki, onu bizim Ağcabədi rayonunda qeyratlı alalarımız oğlanlar, kişilər var. Yəqin ki, baxıb, yəqin ki, ona köməkdarlıq edərlər. Patoloğu yox, pulu yox, bir dənə qalıb evdə, xuna bilmir nədir, ev nədir, bilinmir. Bax, gəlmişik bura çəkilişə Orxan müəllimlə, baxırıq adamın rəyi ağrıyır. Heç sadı yoxdur, bir dənə divanı var, bir dənə də bir ətrafatdır. O ev hazır deyil ki. Bir də operator, oranın bir zəhmət olması bir o evi bir də zəhmət olmasın, bir də çəkin o evi qıraqdan. Yəqin ki, bizim Ağcabədi rayonunda elə bir qeyratlı oğlanlarımız çox Moskvada da, burada da, yəqin imkan dairəsində köməkləri bizdən əsirgəməyəcəkdir. Bu xanımın o evini biz remont edib verəcəyik. Xəstə oğlu da var. İndi mən də Orxan müəllimlə danışmışam. Onun xəstə oğlunu aparacağım balnisiyaya. Bu tut ana bala 220 manat bunlar pensiya alır. Ananın pensiyasını. Çörək tapmırlar yeməyə. Belə düz gəlməz axı. İndi Orxan müəllimlə danışmışıq. Aparıb onu balnisiyaya, onu göstərəcəyik. O sağalmaz bir xəstəlikdir. Görək bu aidiyyatı qurumlar niyə bunu belə ləngidir? O uşağa pensiya kəsmirlər. Lazım olmayanlara pensiyanı kəstirirlər. Lazımlı insanlar qalıb burada pensiyadan uzaq yaman çörək tapmırlar. Çox sağ olun, diqqətinizə görə. Yəqin ki, inanıram, Səhiyyə Nazirliyidir, təbibdir. Onlar da bunu verilişi görəndən sonra o xəstə uşağı da, yəni indi bu günlərim burada yoxdur, deyir, həkim aparıblar, qonşu olmayan həkim aparıblar, özü gedə bilməyib. Yəqin onu da çəkəcəyik, gələcəyinə onun pensiyası düzəlməsində bizə köməklik göstərirlər. Sözlə təminat idarəsi. Axıra qədər müəllim, mən söz verirəm. Değerli izləyicilərimiz, çox təəssüflər olsun ki, bu günlərim değerli prezidentimizin məqsədyönlü siyasəti insanların rifahının yaşlılaşdırılması üçün onun proqramları var, sərəncamları, qərarları var. Onlar da icra olunur, amma müəyyən mənada biz belə ailələri, təbii ki, cənab prezident deyir ki, jurnalistlər mənim köməkçimdir. Biz də çəkib bunu aidiyyət orqanlarla bölüşürük ki, onlar köməklik göstərsin və bu məsələ bizim redaksiyamızın nəzərində olacaq. Növbəti çəkilişə qədər bizim bu çəkilişdən yəqin ki, inşallah aidiyyət orqanları bir nəticə çıxarlarlar. Növbəti çəkilişə qədər. Çox sağ olun. Allah köməklər olsun. Allah xalqımızın üstündən İlham Əliyevi, Mehriban xanımı əskik eləməsin. Onların sahəsində yaşayırıq. Torpaqlarımız alındı, pensiya verir, yardım verir. Allah köməklər olsun. Allah xalqımıza dəyməsin. Allah onların canına dəyməsin. Sizə dəyməsin. Sağ olun, sağ olun. Sağ olun, var olun değerli izləyicilərimiz. Hələlik ki bu qədər.